Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə qonaqlıq və bayram süfrələrinizi bəzəyəcək çox gözəl görünüşlü, ləzzətli salat reseptini paylaşıram. Kartofu yerkökünü çoğundurub və turşu xiyarı rendədən keçirirəm. %100 qram toyuğun sinə ətini kub şəklində doğrayıram. Salata hazırlamaq üçün diametri 22 cm olan formadan istifadə etdim. Birinci qat olaraq kartofu əlavə edib üzərinə duz, tüyoz və mayonez çəkirəm. Digər ərzaqları da eyni bu sıralama ilə salata əlavə edirəm. Qeyd edim ki, çoğundur və turşu xiyarı salata əlavə edərkən suyunu sıxıb sonra əlavə edirəm. Bir ədəd narı salatın üzərinə əlavə edib hər tərəfinə bərabər şəkildə yayıram. Üzərinə duz səpib mayonez çəkirəm. Lavaşı bu formada bükürəm. Lavaşı kəsəcəyim hissəsinə mayonez əlavə edib büküb kəsirəm. Mayonez əvəzinə lavaşın üzərinə su da çəkmək olar. Bunu lavaş qızaran zaman açılmasın deyə edirəm. Bu formada doğrayıram. Lavaşın qalan hissəsindən də eyni bu qayda ilə hazırlayıb doğrayıram. Qazana bitki yağı əlavə edib lavaşları qızardıram. Yarım dəstə keşnişi xırda-xırda doğrayıram. Son qat olaraq salatın üzərinə keşnişi, qızartdığım lavaşları və nar əlavə edirəm. Mayonezi isə keşnişin üzərinə bu formada əlavə etdim. Görünüşü gözəl, dadı ləzzətli salat reseptidir. Lavaşı bu formada hazırlayıb salata əlavə etdikdə salat çox dadlı olur. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.